Salam, xoş gördük sizləri, dəyərli yoldaşlar, şagirdlər. Son günlər deməli bu sosial şəbəkələrdə, xüsusən də bu canı yanmış TikTokda qabağıma çıxan bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Xüsusən şagirdlər, valideynlərinə, şagird, ətrafında şagird olanlar bu videoma baxsınlar. Deməli, o Füzulinin söz qəzəlində birinci beyt var. Deyir, xəlqə ağzın sirrin hərdəm qılar ishar söz. Bu nə sirdir, kim olur? Hər ləhzə yoxdan var söz. Deməli, bunu niyə deyirəm? Bu TikTok şəbəkəsi bir çoxlarını həqiqətən də yoxdan var elədi. Söhbət kimdən gedir? Özünü ekspert adlandırıb, nə bilim 3-4 dənə qalstuku bura, 3-4 dənəsini bura taxıb, çox böyük performans Kurtlar Vadisi pusu, nə bilim o bu. Belə-belə özlərini aparıb da, özlərinə bir kütlə yığıb da məşhurlaşan dırnaqarası ekspertçilərdən danışacağım sizə. Bunların bir çoxunun işi xüsusən cəmiyyəti yanlış istiqamətə yönəltməkdir. İllərlə müəllim olan şəxslər və sistemin içində olan şəxslər çox gözəl bilir ki, 30 balla, 20 balla, 50 balla, nə bilim 12 balla universitetə qəbul olmaq olmur. Adamlar çıxır bir video çəkir, belə-belə yellənə-yellənə, ora-bura, nəysə 50 balla filan universitetə qəbul aldıq, 30 balla filan universitetə qəbul aldıq. Birinci növbədə buna baxan abituriyent, şagird, müəllim fikirləşir ki, mən uşağımı qoyuram, gedir, hazırlaşır, əziyyət çəkirəm, pul tökürəm, filan, axırda gəlir, məsələn, 250 bal toplayır da, deyək. Bu şagird də fikirləşir ki, mən niyə gedib 250 bal toplayıram? Elə götürərəm bunlara yazaram, 30 balla, 40 balla məni universitetə qəbul elətdirər. Amma universitet dedikləri nədir? Yəni, birincisi 30 balla, 50 balla heç yerə qəbul olmaq olmur. Bunu bilənlər çox gözəl bilir. Adamlar yanlış informasiyadan başqa bir şey ötürmürlər. İkincisi də ki, lap qəbul olsam belə 50 bal, 70 balla bir yerlərə, sən o ixtisası cəmiyyətdə işlədə bilməyəsən. Demək olar ki, onunla, həmin o ixtisasın statusu ilə sənin məktəbdən verilən atestatla bir yerlərə işə girəcəyin statusu eyni olur. Yəni, heç kəs səni, belə deyək, diplomlu birisi hesab etmir. Adamlar məsələn nə edirlər? Hələ bir videoları qabağıma çıxıb bir dəfə birinin. Deməli, bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bir dənə videoda belə bir şey deyib ki, müəllim çıxıb deyir ki, hansısa müəllim də, indi bilmirəm, deyib ki, bu məsələni mən özüm həll edə bilmirəm. İndi müəllim də ola bilər deyib, ola bilər bəlkə heç elə bir söz olmayıb, onu qoyaq bir kənara. Lap deyibsə belə, ola bilər də, yəni normaldır. Yəni müəllim eləməyə də bilər. Bunu biz məncə qınamamalıyıq, bu bir. İkincisi, qınadıq, eybi yox, qınadıq. Amma adamlar götürüb bunu, bu məsələni indi Məleykə Abbaszadə bir dəfə deyib də, belə deyək, nümunə üçün nəyəsə görə çəkib. Adamlar bunu tirajlayıb, ekspertçiklər, altından da yazır ki, yəni müəllim olasan, müəllim də belə şey bilməyəsən. Çünki adamların özləri müəllim deyil, sistemdən xəbərləri yoxdur. İşləri, gücləri bir il ərzində canlı açıb, sırf canlıda şou göstərmək və eyni zamanda balaca xırda videolarla, şou xarakterli videolarla özlərinə ətrafına kütlə yığıb 500-ə, 1000 manata, 300 manata ixtisas seçimi eləyirlər. Amma ağlı başında olan valideyn də, ağlı başında olan şagird də düşünməlidir ki, bunlara niyə ixtisas seçiminə bu qədər pul verirəm də? Yəni, bu ixtisas seçimi o qədər əziyyətli bir şey deyil. Birinci, hər bir abituriyent bunu özü eləyə bilər. Lap eləyə bilmirsən, eybi yox, bir müəllim tap. Məsələn, bu sosial şəbəkə TikTok olmayanda ixtisas seçimləri necə elənirdi, harda elənirdi? Təbii ki, hər kəs müəllimin yanına gedirdi. Müəllim, mənə kömək elə, bunu eləyim. Eybi yox, 5-10 manat verər, lap 100 manat verər. Amma bu başqa məsələ. Qaldı ki, digər məsələ, amma bunlar 300 manata, 500 manata, 1000 manata götürüb ixtisas seçirlər. Həqiqətən də faciəvi bir məqamdır. Özlərinin deyir, o öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır məsələsidir. Özləri elədiklərindən xəbəri yoxdur. Durub hansısa müəllimin bir məsələni həll edə bilməməsini qınaq obyektinə çevirirlər. Adamlara inanmayın, yalancıdırlar, fırıldaqçıdırlar. Düzdür, ola bilər ki, siz onlara 300 verəndən sonra sizin ixtisasınızı seçəcəklər və siz də öz balınıza görə bir yerlərə qəbul olasınız. Amma bu məsələnin, belə deyək də, onların yaxşı olduğu anlamına gəlmir. Və yaxud da onların hər kəsdən cəmiyyətdə üstün olduqları anlamına gəlmir təbii ki. Adamlar sadəcə şou ilə məşğuldurlar, sadəcə reyting xatirinə, belə deyək də, dırnaqarası ekspert adından gündəmdədirlər də, başqa bir şey yox. Məsələn, normal işi gücü olan adam, götürək özümüzü də,
Biz müəllimik. Məsələn, mən oturub saatlarla, mənə bəzən deyirlər ki, müəllim, TikTokda niyə canlı açmırsınız? Çünki mənim o vaxtım yoxdur. Mən şagirdlərlənəm. Gün ərzində demək olar ki, onlarla oluram. Dərslərimi keçirəm və gəlib çıxıram saat 11. Mənim axı artıq vaxtım yoxdur. Yəni canlı açım, nə bilim başqa bir şey eləyim. Hələ YouTube'da hansı ki imtahan öncəsi canlılar açırıq. Onda bir balaca sıxışdırıb müəyyən vaxt çərçivəsinə salıb da müəyyən şeyləri eləməyə çalışırıq. Səhər açılır, şirin çaylarını yeyirlər, başlayırlar, otururlar, qalsıqlarını taxırlar, otururlar TikTok'un qabağında və olurlar ekspert. Bir çox şagirdlər, valideynlər də inanın ki, bunlara çox inanır ha. Təsəvvür edin, indidən növbəyə durublar ki, biabırçılıq da bu vəziyyət. İndidən növbəyə durublar ki, mən 2 aydan sonra mənim ixtisas seçimi sən elə, nə olar, qurban olum. Mən bunu sən eləməsən, mən buradan kəsiləcəm. Elə bir şey yoxdur. Dəyərli valideynlər, dəyərli şagirdlər. 15 ildir bu işin içindəyəm, yəni özümü deyim və bir çox müəllimlər də belədir. O proses elə bir çətin proses deyil və eyni zamanda adamlar sizə qeyri-adi bir şey eləmirlər. Normal sənin balına uyğun yerləri seçərsən, əvvəlki jurnala baxırsan, ona uyğun yerləri seçirsən və nəticədə nə olur? Sən hansısa bir uyğun ixtisasa düşürsən. Seçim nə vaxt səhv ola bilər? Sən tutaq ki, toplamısan 210 bal, gedib başlamısan 500 baldan, qutarmısan 350 balda, sən kəsilərsən də. Yəni öz balına uyğun, deyir o ayağını yorğanına görə uzat məsələsidir də burada. Sən nəyə uyğun bal toplamısansa, ona uyğun da ixtisas seçməlisən. Gedib bu showmenlərə, nə bilim özlərini ekspert adlandıran şəxslərə də üzr istəyirəm ifadəmə görə. Yəni bunlara inanıb da boş-boş oturub onlara ay nə bilim dua eləməyin, nə bilim necə deyim, sitayiş eləməyin də. Onlar bomboş şeylərdir, mənasız adamlardır. Vallahi mənasız adamlardır. Hamısı yəni işi gücü sizi aldatmaqdan ibarətdir da. Yəni başqa bir şey deyil. Yəni onlar hansısa bir qeyri-adi şey eləmirlər ki, siz onlara gedib 500-400 manat pul tökürsünüz. Həqiqətən eləmirlər. Nəysə, sözüm bu qədər. Hər kəsə uğurlar arzulayıram. Dinlədiyiniz üçün də təşəkkür edirəm. Əgər sona qədər dinlədinizsə qeyd eləyərsiniz.